O insanlara təşəkkürümü bildirin. Çox sağ olsunlar ki, dinləyirlər. Minnətdaram. Bəli, bugün yeni bir ayəyə başlayıram. İnşallah Allah nəsib eləsin bu ayə haqqında danışım. Ayə Rəd surəsindədir. Rəd 43-cü ayə. Ayəni oxuyuram və onun ətrafında başlayıram danışmağa. Əziz Allahımız buyurur. Əuzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Və yəqulullezine kəfəru ləstə mursələn. İlahi buyurur daha doğrusu. Peyğəmbər, sənin peyğəmbərliyi qəbul edəməyənlər var. Deyirlər, sən mürsəl deyilsən, sən rəsul deyilsən, sən Allah tərəfindən seçilməmisən. Yəni, iddia edirsən, iftira edirsən, Allaha özü nisbət verirsən, özü mənəvi, ilahi bir insan kimi göstərirsən, nümayiş etdirirsən, amma sən rəsul deyilsən. Qul, Peyğəmbər, cavab ver. Kəfə billahi şəhidən beyni və beynəkum. Dinən ki, mən şahidəm ki, sən Peyğəmbərsən. Və mən indəhu ilmul kitab. Və kimdirsə o şəxs şahiddir ki, sən Peyğəmbərsən. Özdə ayəni elə tam tərcümə eləmədim. Elmul kitabdan məqsəd nədir? O kitabı tam bilən, tam məlumatlı olan kimdir? Və Əziz Allahımız buyurur ki, mən şahidəm və bir də bir nəfər var, o şahiddir. Maraldır, bunun ətrafına biraz danışaq. Görünən budur ki, bu ayədə iki şahiddən söhbət açılır. Bu iki şahid kifayət eləyir, deyir. Bu iki şahid kafidir ki, sənin peyğəmbərliyi və mövzu belə başlayır. Və burada bir suallar var. Mən o sualları verim, sizə düşünün inşallah. Dinləyin, mən də cavab verəcəm, Allah kömək eləsin. Bu şahidlər kimlərdir? Bu bir. Burada şahidlik nə anlamdadır? Yəni, şahid deyən nə mənada şahiddir? İki. Alim yox, şahid kəlməsi işlənib. Üç. Şahidlər öz şəhadətlərini necə ifadə edəcəklər? Üç dənə sual çıxartdıq. Ayəb oldu ki, Peyğəmbər sənə deyiləsən Peyğəmbər deyilsə, mən şahidəm sən Peyğəmbərsən və o kitab elmini bilən şahiddir ki, sən Peyğəmbərsən. Bura qədər. Davam edəyim. İlk şahid bu ayda Allahdır. Allah özüdür. Və bundan sonra başlayıram izah verməyə. Şəhadət prosesi iki formada baş verir. Şəhadət, şahidlik prosesi iki formada baş verir. Bir, sözlə. Necə? Məsələn, bir nəfər bir hadisəni görüb, situasiyanı görüb, sonra gəldi ki, belə oldu. Mən şahidəm ki, belə olub. Siz düşündüyünüz kimi deyil. Mən orada olmuşam, mən görmüşəm. Və gördüm ki, o onu demədi. O deyəndə belə demədi. Yaxud dedi, bu tonda demədi. Siz onun sözünü aqressiv çatdırırsınız, siz onun sözünü dəyişirsiniz, təhrif edirsiniz. Mən orada olmuşam, mən eşitmişəm, mən görmüşəm, belə demədi. Bir şəhadət budur, sözlə. Gəlir bir nəfər, deyir, mən situasiyada olmuşam, görmüşəm, gəlirəm sənə deyirəm. Bu bir növ sözlə şəhadət verməkdir, sözlə şahidlik etməkdir. İkinci cür şəhadət sözlə deyil. Məsələn, halım, davranışım bunu deyir. Nə mənada? Baxın, bir var, bir nəfərə deyirsən, çox dəyərlidir, filan kəs çox dəyərlidir. Bir də var, yox, sözlə demirsən. O gələndə sən məclisdən yerindən qalxırsan, ona tərəf gedirsən, onu gətirib öz yerində oturdursan. Bu əməlin, bu rəftarın, bu hərəkətin özü artıq danışır. Deyir ki, o çox dəyərlidir sənin üçün. Deməli, dəyərlidir filan kəs iki cür şərtlə, iki amillə demək olar. Biri sözləndir, biri rəftarlandır. Yaxşı. Şəhadət anlayışı da budur. Bəzən sözləndir, bəzən sözlən deyil. Sənin davranışın, rəftarın onun dəyərli olmasına şəhadət verir. Yaxşı. Xülasə, iki cürdür şəhadət anlayışı, şəhadət vermək, şahidlik eləmək, sözlə, feillə. Məsələn, biz deyirik, misal üçün, gözləri danışır. Gözləri danışır nə mənada? Elə bir hələn deyir, nəsə sözdə adam oxuşsan, ha? O demədi ki, sözüm var.
Göz danışmaz ki, gözləri danışır nədir? Yəni, sanki onun o hərəkəti, o haləti özü bir söz deyir artıq insana. Psixologiyada ona bədən dili deyirlər də, düzdür? Dili atan bədən dili yalan danışmaz da. Hər halda keçək orada mövzum bu deyil. Biz nədən nəticə aldıq? Şəhadət iki cürdür, şahidlik etmək iki cürdür. Sözlə, feillə. Yaxşı, bu gözəl. Çünki ayədə keçən bir kəlmə var. Qul kəfə billahi şəhidən. Mən şahidəm. Şahid kəlməsini anlayaq, başa düşək ki, ondan sonra mövzunu aparaq da. Yaxşı. Bir də bunu qeyd edeyim ki, şahidlik prosesi iki hissədən ibarətdir. Şahidlik prosesi iki hissədən ibarətdir. Birinci, həqiqəti, hadisəni, gerçəkliyi görmək lazımdır. İki, həmən gördüklərini sözlə danışırsan, yaxud davranışınla, fikrinlə, rəftarınla, hərəkətinlə izah edirsən. Şahidlik iki hissəyə bölündü. Birinci, görməlisən. Bu bir proses. Çünki görməsən, mən nəyə şahid olacağam? Gəlmişəm, mən şahidəm, amma görməmişəm. Nəyə şahidsən biz? Deməli, görəsən bir, sonra gəlirsən, sözünlə deyirsən ki, belə olub. Və yaxud rəftarınla, hərəkətinlə, əməlinlə, davranışınla belə olub. Da belə. Yaxşı. İlk məsələ, indi keçdik. Allah Peyğəmbərin Peyğəmbər olmasına şəhadət verir, şahidlik edir. Deyib Peyğəmbər, mən şahidəm ki, sən Peyğəmbərsən. Bu necə eləyir? Bu nə anlamdadır? Diqqət edin. Peyğəmbərin Peyğəmbər olmasına sübut və dəlil, ən mühüm, möhkəm sübut və dəlillərdən biri Quran-ı Kərimdir. Bizim Peyğəmbərin Peyğəmbər olmasına ən mühüm dəlil nədir? Quran-ı Kərimdir. Bu bir söz. Nə mənada? Qurana müraciət edən bir insan baxır, görür ki, bu adi bir kitab deyil, bu səmavi bir kitabdır. Biraz Qurana müraciət edəsə, insan başa düşəcək. Diqqətlə baxıb görəcək ki, bu bəşərin qüdrətindən kənardır. Bu kitab özü Peyğəmbərin Peyğəmbər olmasına şəhadət verir sanki. Nə mənada? Belə bir kitab, özü də ümmi, heç kəsdən dərs oxumayıb. Bu cürlə möhtəfası, əzəmətli bir kitab onun əlindədir. Bura baxanda başa düşürsən ki, bu özü yazmayıb onu. Bu insanın əl işidir, bu bəşərin işidir. Bu Quran özü ispat edir ki, Peyğəmbər Peyğəmbərdir. Bu Quranın möcüzəvi olması bizə sübut edir ki, bu Peyğəmbər Peyğəmbərdir. Yaxşı, biraz da tam aşkar izah verim. Baxın, bu kitab bəşərin qüdrətindən kənardır. Bu kitab özü Peyğəmbərin Peyğəmbər olmasına şəhadət verir. Yekunda bu kitabı kim nazil edib? O nazil edib. Yaxşı. Allah bu kitab vasitəsilə sanki Peyğəmbərin Peyğəmbər olmasını ispat edir. Və Quran-ı Kərimin dərin möhtəvası, ecazkar oxunuşu bütün insanlara bunu çatdırır ki, bu adi bir bəşərin uydurduğu bir şey deyil. Əksinə, sonsuz və qüdrət sahibi olan, elm sahibi olan Allahın tərəfindən nazil olan bir kitab. Bu adi bir kitabdır. Ona görə əziz Allahımız meydan oxuyur, yaxşı mənada. Meydan oxuyur. Deyir, in kuntum fi reybin mimma nəzzəlnə alə abdina fətu bi surətin. Şəkküz varsa bu Peyğəmbərdə olan bu kitaba ki, özü uydurub, özündəndir, Peyğəmbər deyil, düşmüsünüzsə şəkkə, düşmüsünüzsə şübhəyə. Çox gözəl. Fətu bi surətin. Bir dənə surə gətirin görüm hələ. Min mislihi. Bu surə kimi bir surə. Vad o şuhədəəkum. Nə qədər adam var yığın. Min dunillah, Allahdan siva. İn kuntum sadiqin, əgər düz danışansızsa, siz düz deyirsizsə, fə in ləm təfəlu və lən təfəlu. Bunu edə bilməyiblər, edə də bilməyəcəklər qiyamətə qədər. Bu Allahın sözüdür. Edə bilməyəcəklər. Edə bilmirlər deyənə bəzi vaxtlar yandırırlar. Bəzi vaxtlar ehtiramsızlıq edirlər. Bəzi vaxtlar cırırlar. Söz gətirə bilsəydilər, alternativ qoyardılar. Acizlik əlamətidir. Alternativ qoya bilməyəndə belə eləyirlər. Başa bir nəfərin məsələn o qüdrətli insandır, güclü insandır, görür ondan bacara bilməyəcək, onu gözdən salmaq istəyir. Acizlik əlamətidir, bir də başa düşülür ki, bu kitab kimdən gəlib? Ona görə deyir ki, fəinləm təfəlu və lən təfəlu. Edə bilməmişsiniz, edə də bilməmişsiniz. Neçə əsrdir gəlib?
Bu kitab kimi kitab gətirə bilirlər? Ona görə deyir, fəttəqun narəlləti və quduhən-nas vəl-hicarə uiddət lil-kafirin. Onda qorxun, ha? Qorxun. Deməli, Peyğəmbər olmasının sübutlardan biri Qur'an-ı Kərimdir. Çünki baxırıq bu kitaba, görürük, ay Allah, bu möcüzədir. Bu Peyğəmbərin əl işidir. Bu heç kəsin yanında dərs oxumayan bir insan işidir. Bu Quran qiyamətə qədər möcüzədir. Qiyamətə qədər meydan oxuyur. Bu kitab artıq özü bir sübutdur ki, Peyğəmbərimiz həqiqətən Peyğəmbərdir o. Özündən bir söz deməyib. Yaxşı. Deməli, Allah ki, deyir, mən şahidəm, sən Peyğəmbərsən, şəhadəti necə verir? Şahidliyi necə edir? Quranla. Sanki Quran göndərməklə Allah nə deyir? Deyir ki, mən sənə şəhadət verdim o Peyğəmbərliyi və necə elədin Allahım? Bax, feilimlə, bu işimlə. Quran səni göndərmişəm, əlində bir kitab ki var, mən sənin üçün göndərmişəm, mən nazirləmişəm, mən şahidəm ki, sən Peyğəmbərsən. Sübutun da bu. Deyə bilərsən insanlara. Bu bir. Allahın şahid olması bu anlamdadır. Allah danışmayacaq ki, bizə o Peyğəmbərdir. Allah Quranın dili ilə bizlə danışır. Və yaxud biraz dərinləşdirsəm Allahın şəhadətini, Allah vicdanın dili ilə danışır ki, o Peyğəmbərdir. Allah əqlimizin dili ilə danışır ki, o Peyğəmbərdir. Ağıl da baxır, görür, bu kitab bəşərliyi deyir. Vicdan da deyir ki, bu kitab Allahdandır. Quran özü də deyir ki, mən ondan gəlmişəm. Vicdan deyir, ağıl deyir, can deyir, Quran deyir, Allah deyir. Yekunda Allah şəhadət verir ki, bu kitab məndən nazil olub və sən Peyğəmbərsən. Allahın şahidliyi bu. Bura qədər. Keçdi ikinci məsələ. İkinci məsələ deyir ki, bir nəfər var, o şəxs şahiddir ki, sən Peyğəmbərsən. Özü maraqlıdır ya, özünü deyəndən sonra keçir ona. Görünən budur, Allah istəyirsin ki, mən necə şahidəmsə, o da o cür şahiddir ya. Burada məsələ biraz ciddidir, xırda məsələ deyil. Burada mühüm məsələ var. Və mən indəhu ilmul kitab. Deyir, o kitab elmini bilən şahiddir ki, sən Peyğəmbərsən. Bu bir məqamdır, adı elmdən söhbət getmir. Və mən indəhu ilmul kitab, adı kitab dəftər elmindən söhbət getmir. Çünki başqa bir ayədə Allah buna toxunur. Deyir ki, o elə bir kitabdır ki, ondan biraz bilən böyük işlər gördü. Ayəsi də budur da, Qaləlləzi indəhu ilmun minəl kitəbi ənə ətik bihi qablə ən yərtəddə iləyki tərfuk. Süleymanın vaxtında olan o bir şəxs dedi ki, mən o taxt-tacı hardan hara, neçə kilometr fasilə var idi, oradan bir göz qırpımından tez gətirə bilərəm. O hansı vəziyyətdə gətirəcəkdi? Elə bir texnologiya inkişaf eləməyib ki, o dönəm ələ gedib çıxsın. O mənəvi bir qüdrətdən xəbər verir. Ona görə o mənəvi qüdrətin açarı nədir, kilidi nədir? Ayə deyir ki, ilmun minəl kitab. Kitabdan biraz məlumatlı idi. Minəl kitab. Biraz bilirdi, tam bilmirdi. İndi kitabı tam bilən görünəyin. Hə, Allah bu ayədə deyir ki, o kitabdan biraz bilən bu qüdrətin sahibi idi. O kitabı tam bilən var ha. O şahiddir ki, Peyğəmbərdir. Allah. Yaxşı, İmam Sadiqə sual verirlər ki, bu iki dənə ayənin fərqi nədir? Kitabı tam bilənlə minəl kitab. İmam Sadiq buyurur ki, maraqlı hədisdir, deyir, İlla bi qədərin əvvəli var, ma təxuzuhul bəudə bi cənahihə minma'il bəhri. Deyir, nəzərə alın ki, o birinci ki var idi, o kitabdan müəyyən qədər bilirdi, az bilirdi, o birisi kitabı tam bilir. Birinci ilə ikincinin fərqini soruşursunuz. Birincinin misalı bənzəyir, elə bir ağacı qanad gəldi, dənizə toxundu, qanadları ilə qalxdı yuxarıya. O hara, o dənizdə, okeanda olan hara. Allah deyir, o kitabdan biraz bilirdi, minəli kitab. Bu isə, əziz Allahımız buyurur ki, və mən indəhu ilmul kitab. Elmul kitab, elm məstərdir. İzafə olunub qrammatika baxımından, əliflam artikullu olan bir sözə o kitabın bütün elmini bilirdi. Min orada bəzi mənasında bir qissəsini bilirdi, bir hissəsini bilirdi. Biraz vərəqləmişdi. Hərdən deyirlər, biraz vərəqləyib, o qədər özünü ilə paralel bir tam bilir. Biraz vərəqləmişdi o Asəf ibn Bərxiya. O boyda qüdrətin sahibi idi. Görün, bu şəxs kimdir? Yaxşı, bu bir məsələ.
Yaxşı, bu şəxs kimdir? Keçirəm bir dənə Əhlüsünnə mənbəsinə. Bu şəxs kimdir? Hakim Həsqani Şəvahidut Tənzil kitabı Əhlüsünnənin alimlərindən biridir. Hakim Həsqani. Şəvahidut Tənzil cild 1 səhifə 400. Əbu Səid Xidri Peyğəmbərdən soruşdu. Və mən indəhu ilmul kitab. O kitab elmi ki var, kiminsə yanında bu ayədə qeyd olundu. O kitabı tam bilir. O kimdir ya Rasulallah? Qalə zəkə əxi. O mənim qardaşımdır. Əli ibn Əbi Talib. Əleyhisselam. Bu əleyhisselam. Bu əleyhisselam. Mən bir kərəm burada hədisləri qeyd eləmişəm. Qoy bunu da deyim sizə ki, görün Əmirül-Mömin haqqında nə qədər hədis var elm haqqında. Məsələn, bir Əmirül-Möminin deyir, əlləməni Rasulullah əlfə bab minəl elm. Elmdən 1000 dənə qapı açdı mənə. Yəftəhu li min kulli bab əlf. Hər 1000 qapıdan 1000 qapı açdı mənə. 1000-i 1000-ə vurun. Bu kəsrəti çoxluğu işarədir. Bu haradadır? Kənzul ummal. Əhlüsünnə mənbəsi. 2. Səluni qablə ən təfqiduni. Soruşun məndən ölməmişdən qabaq. Bu haradadır? Əhməd ibn Həmbəl, Əhlüsünnə alimi. Bu 2. 3. Ənə mədinətul elm və əliyyun babuha. Mən elmin şəhəriyəm. Əli onun qapısıdır. Bu hədis aradır. Tirmizi, Təbərani, Hakim Nişapuri, İbn Əsir. Bunlar hamısı Əhlüsünnə alimdir. Yəni, bu elmul kitab bu qədər Əhlüsünnə mənbəsinə əsasən kimdir? Əmirül-Möminindir. Burada bir dənə incə məqam var. 3-cü mühüm məsələ var. Burada deyir ki, o şəxs şahiddir ki, sən Peyğəmbərsən. Demir, o bilir sən Peyğəmbərsən. Alimun demir, bilir. Deyir, şahiddir. Şahid kimə deyirlər? Şahid o kəsə deyirlər ki, müşahidə edir. Yəni, nə mənada? Yəni, o, bütün vücudu ilə müşahidə elədi, qəlbinin gözü ilə gördü Peyğəmbərin Peyğəmbərliyini. Nəyin ki, əqli dəlillə, əqli dəlil öz yerində. Bu mükaşifədir, bu müşahidədir, bu həqiqətləri görməkdir. Ona görə Əmirül-Möminin Nəhcül Bəlağada deyir, baxın bu hədisə, deyir, əra nurəl vəhiy, vəhyin nurun görürəm. Və risalə, Peyğəmbərliyin nurun görürəm. Əşummu reyhən nübuvvə, nübuvvətin iyini hiss edirəm. Necə Yaqub deyir deyə Yusufin iyi gəlir. Neçə kilometrdən deyirdi. Əmirül-Möminin deyir, nübuvvətin iyin duyuram. Və ləqəd səmi'tu rənnətə şeytan. O ilk Ələqin 5 ayəsi ki, nazil oldu Quran-ı Kərimdə, o 5 ayə nazil olanda deyir, və ləqəd səmi'tu rənnətə şeytan. Şeytanın fəryadını eşitdim. Heynə nəzələl vəhyi aleyhi, Peyğəmbərə vəhi nazil olanda. Fəqultu, ya Rasulallah, dedim, ay Peyğəmbər, mə həzihir rənnə, bu nə səsdir, bu nə fəryaddır? Fəqalə, hazə şeytan, bu şeytanın fəryadıdır, naləsidir. Qəd ayəsə min ibadətihi, çox məyus oldu mənə görə, mənə Peyğəmbərlik verildiyinə görə. Sonra qayıtdı, söz budur. Əli, innəkə təsmə mə əsmə, mənim eşitdiyimi sən də eşidirsən. Və tərə ma ərə, gördüyümü sən də görürsən. İlla innəkə ləstə binəbiyyin. Sən fərq budur ki, sən Peyğəmbər deyilsən. Sən imamsan, vəlisən, höccətsən. Və ləkinnəkə ləvəziri, sən mənim vəsimsən. Və innəkə ələ xeyrin, sən xeyrin üzərindəsən, sən bərəkətlisən. Deməli, o Peyğəmbərin gördüyünü görür, eşitdiyini eşidir, deyənə Allah deyir ki, Əli şahiddir. Peyğəmbərin, Peyğəmbər olmasına neçə cür dəlil var? 1. Möcüzə göstərir. Adətən emosional insanlar möcüzə istəyirlər. Gedin, baxın, Salman Əbuzər heç möcüzə istəməyib. Bəli. Rahat idilər. Rahat. Dəlil, sübut kifayət edirdi. Bəzi vaxtlar Peyğəmbərin möcüzəliyi ilə sübut olunur? Peyğəmbərliyi. Kitab, möcüzə ilə. Peyğəmbərin ilə sübut olunur? Möcüzə ilə. 2. Quran-ı Kərimə baxsın, görsən Peyğəmbərdir. Bu boyda kitab deyir ki, o Peyğəmbər. 3. Bir dənə də yol Quran deyir bu yolda ki, insan müşahidə edir onu. Mükaşifə edir onu. Bu bir zirvədir. Bu böyük bir məqamdır. Özü ayənin incəliyi budur ki, kəfa billahi şəhidən deyir. Şahidən demir. Şahid bəllidir, müşahidə edən. Şəhid mübaliğədir. Mübaliğə yəni şəhadətin zirvəsi.
Yəni elə görürəm ki, zərrə qədər ləkə yoxdur. Gördüyümlə mənim aramda həqiqəti olduğu kimi tamamən bütün hicablar aradan gedib. Heç nə aradan qalmayıb. Şəhid budur. Allah deyir, bu hadisəyə mən şahidəm. Bir də Əli, sən şahidsən. Bu cür. Allahu Ekber. Biz nəyə bənzəyir? Elə bir nəfər deyir ki, mən filan universiteti bitirmişəm. Deyirlər, axı sən ki, deyirsən, bitirmişəm, haradan deyirsən? Deyir, diplomum. Baxıla görə doğrudan qutarır. Diplom özü nədir? Şahiddir, elə bir şəhadət verir ki, o kimdir? O filan universiteti bitirib. Bir də var ki, bir nəfər gəldi ki, mən ondan eyni patokda olmuşam, eyni tələbə yollaşım. Mən görmüşəm, o gəlirdi o universitetdə oxuyurdu. Bu da ikinci cür şahiddir. Allah Quranda deyir ki, iki dənə şahidim var. Bir əlində bir sənəd var. Quran, sanki o diplom misalında. Bir dənə də sənin yanında bir şəxs var ki, o hadisələri görüb və müşahidə edib, peyğəmbər deyil. O da vəlidir, imamdır, höccətdir. O da bir cür şahiddir ya. O da bir cür şahiddir. Bu ayə bizə başa salır ki, Həzrəti Əmirül Möminin məqamı bu həddədir ki, mükaşifə eləyir, müşahidə eləyir, qəlbinin gözü açıqdır, görür, bura əhl-i sünnə mənbəsidir, çıxartdıq oradan ki, Əmirül Mömindir. İki, bu bizə onu başa salır ki, gör hansı məqamdır ki, Allah öz adının kənarında onu deyəndən sonra keçdi bu mövzuya. Yəni, mən necə şahidəmsə, Əli də o cürünə şahidir. Mən müstəqil, Əli iznili şəkildə. Yaxud Allah irfan dilindən desək, nəzəri irfan dilindən desək, Allahın şəhid sifətinin yer üzündə təcəllasıdır Əli. Bu irfan nəzəri ilə. Fəlsəfi dilindən desək, mən müstəqil görürəm, Əli mənim iznimdən görür. Amma çatıb o məqama. Ona görə deyək, ənə ayatullahul uzma. Mən Allahın ən böyük ayəsiyəm, nişanəsiyəm ki, Peyğəmbərin əlindən su içib gedib çatıb o məqama. Tələbəsi olub gedib çatıb o məqama. Bu ikinci məsələdir. Üçüncü məsələ də budur ki, bu şəxs elmül kitab bundadır. Kitabın elmi bundadır. Yəni, o aləmdən xəbərdardır. Yəni, göyün yolunu yaxşı tanıyır. Yəni, təkvin aləmindən xəbərdardır. Göyün yolunu yaxşı tanıyan, yerin yolunu lap yaxşı tanıyar. Ona görə onun qapısına getməlisən. Ona görə onun qapısını döyməlisən. Ona görə ondan öyrənməlisən. Etiqadını, əxlaqını, əqidəvi, əməllərini ona baxmalısan. Bu ayə deyir. Ki, bu bizim sözümüz deyil ki, bu Quran-ı Kərimin sözüdür ki, Əhl-i Beyt Quranda bu mənada izah verə bilərik və mən indəhu elmul kitabı biraz da dərinləşdirsək, digər mənada o bir imamlarda o məqamda, şəhadət məqamında, o mükaşifə məqamında da onlar da müşahidə ediblər. İndi o necə olur, o qalsın öz yerində ən azı Əhl-i Beyt Quranda bugünkü ayəmiz bu idi. Möhtəşəm, Hacı. Hacı, əl yeri qoymursuz, şükür olsun Allaha, əl yeri yoxdur burada.